Deməli, biz bugün nə edirik? Instagram üzərindən iş təkliflərimizi necə yürütməliyik? Onun haqqında məlumat çatdıracağım sizə. Ümumiyyətlə profili əslində bacarmalısınız ki, öz adınıza, öz soyadınıza olsun və öz şəkilləriniz olsun. Təbii ki, bu zaman olacaq. Yəni mən də birdən-bir etməmişəm. Görürsünüz, misal üçün mən məhsul haqqında təqdimatlar etmişəm. Uşağın doğum günü, hər hansı yeni bir məhsullar, ya nəsə kənd havası tipli. Yəni özümə uyğun bir şey yaratmışam, yəni öz vloqum kimi. Və izləmə sayımda çox vaxtı, yəni 1000-2000-i keçir və bunun üçün siz kəşfiyyat saatlarını bilməlisiniz. Və təbii ki, profilinizdə hər zaman öz storyləriniz və işinizə maraqlı paylaşımlar olmalı. Şablonlara çox yol verməməlisiniz. Və siz necə Instagramdan iş təklif edə bilərsiniz ki, bilirsiniz ki, ən çox aktual olan səhifələr ya geyim səhifələrindədir, ya bloqer səhifələrindədir. Misal üçün, hər hansı bir mağazaya girək. Ən başlanğıcda bu video hal-hazırda ən yeni videodur. Və çalışın əsas bloqer səhifələrində çox aktuallıq eləməyin. Hansı bloqer səhifələrdə yeni olanlar. Misal üçün, monobloglar ola bilər, uşaqlarla zaman keçirənlər ola bilərlər. O yəni hansı ki, lap məşhurlar var. Onların çoxusu da fake daha çoxdur da, yəni bot daha çoxdur. Misal üçün, görürsünüz burada xanımların adları var. Onlar yazıblar, onlar sual veriblər. Deməli, bunlar 15 saat, 12 saat, 21 saat, 18 saat bundan əvvəl aktiv olanlardır. Yorum yerlərində onların birbaşa Azərbaycanlıların şəxslərinə yaza bilərsiniz. Və ya ki, burada bəyəndi sözü var. Bəyəndinin üzərinə basırsınız və kimlər bu videonu bəyənibsə, onların profilləri sizin qabağınıza çıxır. Real bu qədər profil çıxdı. Mən seçirəm buradan Rəqsanə Nurmətova. Profil döyüş şəklidir, ad soyadıdır və biz onu yazırıq. 3 nöqtəni bastıq, mesaj göndərib bastıq. Yazırıq. Salam, Rəqsanə xanım. Eşyo. Biz ona sadəcə SMS yazdıq. O bizi geri dönüş eləyir. Salam. Biz əgər ona şablon SMS atsa, ona geri dönüş gözləməyin. Və ya ki, blog səhifələri olur. Tutaq ki, uşaqlarla falan zaman keçirənlər. Görürsünüz, burada 44 yeni izləyici kütlə var. Onlar sizə yazır. Baxın, yaza bilərsiniz buradan. Mən yazmıram da, daha çox özlərimə yazırlar deyə mən yazmıram. Deməli, onlar sizə yazırlar və siz yazılı olaraq deyil, səsli olaraq onlara səs atırsınız ki, salam, hər vaxtınız xeyir olsun xanım, üzrlü sayına əgər sizi narahat etdimsə, yəqin ki, səhifəmə baxdınız. Bu səsi atanda artıq qarşı tərəf, əgər səhifəyə baxmayıbsa belə, artıq səhifəyə baxmazı keçirir, görün bu kimdir mənə yazıb. Səhifəyə baxdınız, mən sizə işimizin gedişatı haqqında və gəlir sistemimiz haqqında məlumat çatdırmaq istəyərdim. Əgər sizi narahat etmirəmsə və sizə uyğundursa, hal-hazırda özüm onlayn şəkildə çalışıram. Bu layihədə misal üçün məsləhətçiyəm və ya menecerəm. Gedişat haqqında sizə məlumatlandıra bilərəm. Boş zamanlarınız varsa, özünüzə uyğun saatlarda çalışaraq artan qazanclarınızı mənim və komandamızla əməkdaşlıq edən xanımlar kimi qazana bilərsiniz. Bu səsi atdınız qarşı tərəfə, yazılı olaraq yox, səsli olaraq demək daha cəlbedici və daha maraqlı gəlir. Qarşı tərəf bəli, buyurun və ya yox, çox sağ olun deyə bilər. Yox, çox sağ olun deyərsə, dirəşmirsiniz, sağollaşırsınız. Bəli, məlumat verin deyərsə, əla, məlumat vermək üçün geri dönüş edirsiniz. Laf yox, çox sağ olun deyən insanlar, birinci növbədə əgər sizin statuslarınız və storyləriniz aktivdirsə, mütləq keçib sizin storylərinizə baxacaqlar. Və maraqlanacaqlar ki, görün bu iş təklifi nədir, görün bu mənə təklif edən kimdir. Və hətta 2-3 gün belə sizin statuslarınıza baxa bilərlər və 2-3 gün sonra sizin statuslarınıza baxa bilərlər. Yəni, sosial şəbəkə biraz gecə effekt verən, amma nəticəsi gözəl olan belə deyək də sosial platformadır. Və siz artıq gedişat haqqında qarşı tərəfi məlumatlandırırsınız, uşaqda məlumatlandırdınız. Görürsünüz, bax, dünənləri xanım mənə yazıb. Mən də dialektdə yazmışdı sual postuna. Mən ona məlumatları çatdırmışam. Bir səs hazırlayıram, bir şablon səs. Həmin səsi də üzərinə basıb ilet düyməsini basdıqda istədiyim insana ötürə bilirəm. Eləcə video materialda oxun üzərinə basan kimi istədiyiniz adama ötürə bilirsiniz. Yəni təkrar səs atmağa da ehtiyac yoxdur. Bir səs yazın, hazırlayın. Bir gedişat haqqında bir insana məlumatlandıra bilərsiniz. Gör, mən nə qədər burada iş müsahibələri falan keçmişəm. Yəni hər biri də özü yazıb məlumatlar alıblar. Bəzilərini WhatsApp-a təbii ki, yönləndirmişəm. Yəni belə.